Vətən sərhəddən başlayır. Qazax Azərbaycanın qərb civarlarında dayanan ayıq-sayıq keşikçidir. Gürcüstanla, Ermənistanla aranı uzun sərhəd xətti ayırır. Burada doğulan oğullar vətənin layiqli keşikçiləridir. Ya gərək yurdu sözlə, qələmlə, qanı coşdurub qoruyasan, ya da özün pəhlivan cüssənlə düşmənin qarşısında sipər olasan. Dəfələrlə idman ustası, pəhlivan kimi tanınan Ramiz Tağıyev öz canında, varlığında bu iki duyğunu birləşdirir. Bir tükənməyən güc, qüvvət gəzdirir canında. Bir də Qazax torpağından varlığına hopan söz, misra yanğısı daşıyır özüylə. Pəhlivan kimi, döyüşçü kimi söhbət eləmək istədikdə, tez-tez yurdun sevilən şairlərindən misallar, statlar gətirir danışığında. Bilmirsən, bu Polad cüssəli pəhlivandır, yoxsa söz adamı. Elə Ramiz Tağıyevin doğmalığı, şirinliyi də bu cəhətidir. Ramiz Pəhlivan, xoş gördük, qiblən bildiyim bu Qazax torpağında səni. Həmişə var olasan, həmişə uca olasan. Xoş bir səda eşitdik biraz əvvəl. Dedilər ki, bəs Ramiz Pəhlivan prezident təqaüdünə layiq görülür. Gec də olsa bu münasibətlə sizi təbrik edirik və arzu edirik ki, Qazaxın nüfuzunu, şöhrətini yaşatdığın kimi ömrümüz də uzun ola, sonsuzluğa qədər uzana, nə qədər ki bu torpağın üstündə siz gəzirsiniz, o şərəfdir. Torpağa da, yurttaşlara da. İlk öncə yurtla bağlı, Qazaxla bağlı və aldığın mükafatla bağlı duyğularını bölmək istəyirəm. Mən onu deyirəm ki, çox sağ olun, təşəkkür edirəm. Mən cənab prezidentə minnətdaram ki, mənim bu əməyimin, zəhmətimi qiymatlandırdı. Uzun müddətdir, mən 51 ildir Qazaxda işləyirəm, 2 ildə Bakıda işləmişəm, 53 ildir, 10 ildə güləşmişəm. Cənab prezident mənim əməyimi, zəhmətimi nəzərə alaraq bu təqaüdə layiq gördü. Mən Gənclik və İdman Nazirliyinə minnətdaram, Respublika Güləş Federasiyasına minnətdaram, rayon rəhbərliyinə minnətdaram. Bu işdə əməyi, zəhməti olan idmançılarıma minnətdaram. Və məni təbrik eləyənləri, dünyanın bir çox ölkələrinə, 40-dan artıq ölkələrdən mənə təşəkkür, mənə zənglər gəldi. Və mən onu deyə bilərəm ki, mən uzun müddət işləyirəm. Mən 2 nəfər Dünya Kubokunun qalibi vermişəm. 2 dənə Dünya Hazırlamışsınız. Bəli, hazırlamışam. Və mən Asiya oyunlarının, Avropa oyunlarının, İslam oyunlarının qalibini vermişəm, hazırlamışam. Dünya çempionu vermişəm. Məsələ məndə belədir da, o qədər yetirmələrim var ki, 100-dən artıq ittifaq və beynəlxalq turnirlərin qalibləri və mükafatçıları vermişəm. 100-dən artıq SSR və Azərbaycan idman ustaları yetirmişəm. 500 nəfər birinci dərəcəli və ustalığa namizəd idmançılar yetirmişəm. Mən müstəqillikdən bu günə 130 dəfə Azərbaycanın himni, bayrağını qaldırdım mənim yetirmələrim. Bu saatda, hal-hazırda da yenə mənim yetirmələrim var. Məsələ Firdevsi Umudov mənim yetirməmdir, Mahir Əmrastanov mənim yetirməmdir, Zahid Mirzəyevdir, Elzan Usubovdur, Məmməd Hüseyin Həsənovdur, İntiqam Bəlizadədir, Kənan Sənan qardaşları, Şəmmədov qardaşları, İlyasov qardaşları. Maşallah böyük bir ordudur ki bu. Bəli, Seymur Siyavuş qardaşları, Babanlı. Yəni məndə o kərtəndir. Məsələ Rəşid Nəzərov, Ruslan Vəliyev.
Ramiz Tağıyevin ürəyi o qədər genişdir ki, hər dəqiqə istəyir ki, bütün şagirdlərinin yetişdirmələrinin adını çəksin. İnsanın yaddaşı hamısını götürə bilmədiyi kimi, sonradan mənə sifariş yollayır ki, sən Allah yadından çıxan bir iki idmançı var, onların da adını qeyd eləyəsən. Səbuhi Əmraslanov, İsmail Rəhimli, hər ikisi Avropa mükafatçılarıdır. Bütün bunlar üçün onlar öz ustadları, öz məşqçiləri Ramiz Tağıyevə özlərini borçlu bilirlər. Layiq görüləndə mən söz verdim Gənclər və İdman Nazirliyinə, nazirin özünə də və Respublika Güləş Federasiyasında ki, mən institutu təzə qutarıb gedirəm. Mən əsgərimi təzə qutarıb gedirəm. Mən işimə indən sonra başlayacağam. Bəli, elə də işimi qurmuşam. Yəni hələ ürək qocalmıyor. Bəli. Bax, məsələ, mənim yetirmələrimdən general var, Ramil Piriyev, Çevic Alayın generalıdır, Firdovsu Mudov polkovnikdir. Yəni, sizə deyim, mən tək elə idmançı yetirmək yox. Vətəndaş. Vətəndaş, elə o biya, vətənə, dövlətə bağlı biz gənclər yetişdirməliyik. Bu torpağı qoruyan, Allah şəhidlərə rəhmət eləsin. Allah qazilərə şəfa versin. Allah veteranları qorusun, saxlasın. Cənab Prezidentə minnətdaram. Qalib ölkənin qalib prezidenti və biz də idmanda qalib olmalıyıq və qalib də oluruq. Məşqçi ümumiyyətcə yaxşı tələbə üçün atadır, ikinci atadır, valideyndir. Günün yarısından çoxsunu mən deyərdim ki, zalda keçirdirsən, məşqçi ilə bir yerdə olursan, sözsüz evdəsən, valideynlərin, atan, anan evdə səni tərbiyələndirir, ancaq zalda idmançıların tərbiyə olmasında, cəmiyyətdə bir nüfuz sahibi olmasında, tanınmasında məşqçilərin böyük rolu var. O məşqçilərdən biri də Ramiz Tağıyevdir. Ramiz müəllim bizim həyatımızda doğrudan da mənim kimi milli yığma komandanın tərkibində olan o idmançıların, güləşçilərin həyatında böyük rolu var. Və heç kim dünyaya gələndə nə dünya çempionu olur, nə olimpiya, nə Avropa çempionu olur. O məşqçi səni yetişdirir, məşqçi səni cəmiyyətdə tanınmağında böyük bir rol olur. Ramiz Tağıyev də həm özü vaxtı ilə bir idmançı kimi, bir şəxsiyyət kimi milli yığma komandanın tərkibində böyük bir nüfuza sahib olub, titullarla, özünün əxlaqınla, davranışınla, nizam-intizamınla SSR yığma komandasında, Azərbaycan milli yığma komandasının tərkibində Ramiz müəllim böyük nəticələr olubdur. Ondan sonra o məşqçiliklə məşğul olduğu müddətdən də həmişə bizə misallar çəkirdi ki, bizdən o böyük uşaqları, onun tələbələrini ki, hansı məsəl üçün idmançıların nəticələri necə olub, məşqdə özlərini necə aparıbdılar və o nizam-intizam qaydalarına riayət eləməyi və bayaqlar qeyd elədiyim kimi cəmiyyətdə özünü digər insanlara bir tərbiyə göstərməsində, yəni biz cəmiyyətdə nümunə olmağa çalışmalıyıq. Ramiz müəllimi bizim üzərimizdə əməyi çoxdur. Yəni, yenə deyirəm, Ramiz müəllim haqqında çox günlərlə danışaram. Ramiz müəllim Allahdan uzun ömür, can sağlığı arzu edirəm. Ramiz Tağıyev, mən hətta şagird olanda məktəbdə, məndən bir 8 yaş böyükdür, bizdən böyükdür Ramiz müəllim. Və onun haqqında biz eşidirdik. Mənim məktəbdə oxuyanda. Sonra biz tələbə olan vaxtı Ramiz sərbəst güləş üzrə ölkədə tanınmış idmançılardan biridir. O, təxminən bir 12 dəfə Azərbaycan çempionu olub, nə qədər beynəlxalq yarışların qalib olub, SSR idman ustasıdır. Bundan əlavə, özü demək, elə laf cavan vaxtlarından məşqçiliklə məşğuldur, özünün yetirmələri var. Və onun da hamısı belədir ki, mən açığı Ramiz müəllimi o vaxt tanımırdım. Tələb olan vaxtda başım qarışdı, oxuyanda, sonra aspirantura, bura-ora. Amma eşidirdim onun haqqında, məlumatlarım olurdu Ramiz müəllim. Sonra mən də qismətlər ilə gətirdi ki, mən Bakı Dövlət Universitetində Mexanik Enerji Fakültəsinə qəbul olmuşam. Rayona gələndə belə, mən güləşçi zad deyildim, heç nə. Düzü gələ fənd də bilmirdim, amma fiziki gücüm var idi. Mən idman dərsində məni yazdılar samboya, sambo güləşinə.
kənddən gəlmiş uşaq, sambo güləşi. Məcbur oldum artıq məşğul olmağa və yavaş məndə də həvəs gəldi. Təsəvvür edin, Mexanika Riyaziyyat Fakültəsinin tələbəsi, ikinci kursda mən oldum Azərbaycan çempionu. Özü də harda? İndiki Xan kəndində, o vaxtki Stepanakert. İlk dəfə orada keçirildi, mən o yarışda oldum. Amma bunun mənim dərslərimə heç bir maneçiliyi olmadı. Yenə dərslərimi oxuydum yüksək səviyyədə. Və nəhayət, mən Azərbaycan yığılan komandaya üzvəyə namizət məni seçdilər və mən artıq ölkəmizi kənarda başladım təmsil edilməyə. SSR-nin böyük şəhərlərində, Moskvada, Kiyevdə, Belarusiyada, Qazaxstanda və siz təsəvvür edin, bu turnirlərin də mən müşahibatçısı oldum və Qazaxstanda Almatı şəhərində keçirilən SSR birinci mütəvatir turnirində mən qızıl medal aldım birinci və sambo güləşi üzrə SSR demonstrasının olmasını ödədim. Mexanika Riyaziyyat Fakültəsi ara, güləş ara, qəribə həyatdır bu. Və o zaman Ramiz müəllim məni axtardı. Ay oğlu, salam aleyküm. Ay Ramiz müəllim, mən sənə eşitmişəm, ama da görüşməmişik. Dedi, sən Qazax rayonundan sambo güləşi üzrə ilk SSR idman ustasısan. O bizi güləşçilərimiz var. Sara Əhmədov, onun qardaşı, Ramiz müəllim, çoxlu sərbəst güləş görər bizim. Amma ondan bizim dostluğumuz başladı. Rayonu gedəndə görüşdük, bura gələndə görüşdük. O məni izləyirdi, mən onu izləyirdim. Və mən həmişə də Ramiz müəllimlə fəxr eləmişəm. Çünki Ramiz müəllim el adamıdır. Ev adamı deyil, el adamıdır. Cəmaət onu çox istəyir, cəmaət ona böyük hörmət eləyir. Sadə adamdır. Özünün yetirmələrindən o qədər fəxr eləyir ki, bəlkə öz evladınla belə elə fəxr eləmir, nəinki yetirmələrindən. Bizim tanınmış güləşçimiz SSR idman ustası, neçə dəfə Azərbaycan çempionu, dünya çempionu Firdovsi Mudov onun tələbəsidir. Təkcə Firdovsi onun tələbəsi olmağı onu göstərir ki, Ramiz müəllim kimdir. Nəsil şəcərə coğrafiyası Təbrizdən bəri dolanıb gəlsə də, şairlər, pəhləvanlar yurdu olan Qazaxda mərdliyi, mərdanəliyi daim canında, qanında qoruyub saxlayır. Milləti, torpağı çox sevir. Bu müdrik qoca yurd aşiqidir, insan aşiqidir. Genetikadan gələn qan yaddaşını başı üstünə qaldırıb, şərəfli keçmişini əlində bayraq eləyən bir ərəndir. Daim haqqın, həqiqətin yanında dayanır. Məzluma arxa kömək olur. Haqqın ayağına düşməyə qoymuyur. Bu yaxınlarda bizim sərbəst güləş və Yunan Roma Avropa birinci komanda birə çıxdı. O böyük nailiyyətdir. Məsələn, biz Azərbaycan xalqı ən döyüşkən, həmişə ta qədimdən bu günə öz torpağını, namusunu, qeyrətini bu millətin özü qoruyub saxlayıb və indinin özündə də. Məsələn, mən minnətdaram bizim o orduya. Görürsən, dünyada sayılan ordulardan biri də bizim ordumuzdur. Bəli. Bəli. Məsələn, mən onu deyə bilərəm ki, mənim nə qədər yetirmələrim Şuşa döyüşündə, 44 günlük müharibədə, terror əməliyyatında, ermənilərə qarşı. Nə qədər şəhid olanlar oldu, nə qədər yaralananlar oldu. Elə yeri gəlmişkən, Ramiz Pəhlivan, Qazax özü də sərhəddə yerləşir. 168 kilometr biz erməni ilə həmsərhəddik. Elə vətən deyilən müqəddəs məfhum da sərhəddən başlayır. Bəli. Və elə burada sizin kimi pəhlivan oğulların, elə igid oğullar yetişdirməyi, onlara örnək olmağı çox böyük məsələdir. Çünki sərhəddə yerləşən yurtdur bu, vətəndir bu. Onlar baxanda ki, Ramiz Pəhlivanın bu qədər xidmətləri olub, bu qədər yetirmələri olub və bunun əməyi qiymətləndirir. Təbiidir ki, bu şəxsiyyətdən onlar öz payını götürəcək, istəyəcəklər ki, sizə bənzəsinlər. Mənim əməyimə, zəhmətimə Cənab Prezident 3 dəfə sərəncam imzalayıb. Mən SSR idman ustasıyam.
SSR-in Azərbaycanın bədən tərbiyə idman ardıcıyam. Əməkdar məşqçiyəm. Azərbaycanın əməkdar bədən tərbiyə idman xadimiyəm. Mən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik medalı verib cənab prezident. Mən Azərbaycanın fəxri idman işçisiyəm. Respublika dərəcəli hakiməm. Ali kateqoriyalı məşqçi müəlliməm. Mən Məmməd Araz mükafatı laureatım. Mən Qızıl Qələm mükafatı laureatım. Mənim yaxşı yazılarım çıxır. Bəli. Biz hamımız örnek olmalıyıq. Çünkü bizim nələr, bizim babalar döyüşüb torpağı özləri qoruyub. Hətta Pompeyin Qafqaza yürüyüşü olub. Pompeyin Qafqaza yürüyüşü olanda su qovuşan deyirlər, Akstafa çayı Kürdə birləşir. Su qovuşan. Mesela Nərmən Həsənzadənin Pompeyin Qafqaza yürüyüşü var. Orada bizim Qazaq qadınları Pompeyin qarşısıyla qarşılaşır. Və Pompeyə deyirlər ki, ordu sarsıyır. Dəndə deyir, nətəri? Deyir, onlardan əsir tutun. 2 nəfər Qazaqlı, Akstafal kadını tutanda görüb bunlar kişi paltarında kadındır. Deyir, boy, Allah, bunlar Amazonkalılar oxşuyur. Yəni bizim yurt, yuva, bizim Azərbaycan, bizim rayonumuz, elə də Azərbaycan xəlqi, döyüşçək xəlq olub. Mərd cəmaat olub bizim cəmaat. Lap körpə yaşlarımdan Ramiz müəllim haqqında eşitmişdim, onun pəhlivanlığı haqqında, onun şöhrəti haqqında və tale ilə gətirdi ki, Vəli Xramçaylı Ramiz müəllim haqqında müsahibə götürməyimi xahiş elədi. Mən də razılaşdım, söz verdim ki, Qazağa gələndə mütləq görüşüb Ramiz müəllim haqqında bir müsahibə hazırlayacağım. Söz vaxtına çəkər, elə yaz ayları idi. Qazağa getmişdim, Ramiz müəllimlə görüşdük, ondan müsahibə götürdüm. Onda doğrudan mən Ramiz müəllimi bir daha tanıdım. Qarşımda qocaman idman ustası, hörmətli müəllim, Qazağı qəlbən sevən bir ziyalı var idi. Həmin müsahibədən sonra xüsusi buraxılış hazırladıq. Elimiz Günümüz qəzetinin xüsusi buraxılışını hazırladıq. Ramiz müəllimin fəaliyyətinə, ömür yoluna həsr olunmuş. Daha sonra belə qərara gəldim ki, onun fəaliyyətini kitab şəklində hazırlayaq və mən Ramiz müəllim fəaliyyətindən kitab yazmaq qərarına gəldim. Mən Ramiz müəllim haqqında kitab yazanda onun tək Qazaxda deyil, Bakıda yaşayan dostları da Ramiz müəllim haqqında öz fikirlərini söylədilər. Ramiz müəllimi necə tanıyırlar, bizimlə bölüşdülər və mən hər dəfə qürur duydum, fəxr elədim ki, Ramiz müəllim təkcə həm də Qazaxlıların dostu deyil, Xaçmazlının da dostudur, Xızılının da dostudur, Bakılının da dostudur. Bu da bizim üçün doğrudan çox xoş idi. Ramiz müəllim böyük insandır. Ramiz müəllim Qazax Güləş məktəbinin doğrudan da atasıdır deyərdim. Yəni bu sözü tam məsuliyyətlə deyirəm. Çünki Ramiz müəllimin yetirmələri təkcə Qazaxda deyil, Azərbaycanda, hətta Azərbaycanın hüdudlarından kənarda sərbəst güləş üzrə böyük qələbələr, böyük nailiyyətlər əldə ediblər. Firdovsi Umudova Ramiz Tağıyev özü tarixin pəhləvanı deyir. 2012-ci ildə Firdovsi Umudov Filanın qızıl medalına layiq görüldü. Bu da təbii ki, Ramiz müəllimin burada zəhməti danılmazdır. Ramiz müəllim həmişə dövlətə, xalqa, elə, obaya bağlı bir insan olubdur. Bizi ən çox sevindirən 2024-cü ilin dekabr ayında Cənab Prezident İlham Əliyevin sərəncamıyla Ramiz Tağıyevin fəaliyyətinə verilən dəyər oldu. Azərbaycanın hər yeri bir-birindən gözəldir. Bu bizim vətənimizdir, buna şübhə yoxdur. Amma Ramiz müəllimin gözəlliyi Qazağın fanatik olmasıdır. Və bütün işlərində də həmişə onu gözləyib. Özdə Ramiz müəllimin südü bizim kənddəndir. Qıraq keçəməndəndir. Ramiz müəllim də... İsrafil aranın, qaçaq şəhər. Bəli. Elə bir yerdədir ki, birisi bir var dəli kür, bir var ana kür. Amma kür bir dənədir. Niyə o dəli kür oldu, ana kür oldu? Dəli nətər ana olur, ana nətər dəli olur? Kür Gürcüstandan Azərbaycana girdikdən sonra ta qıraq keçəməndə Bəhmənlər burnuna qədər o Qarayaz meşəsi də daxil, qırır, dağıdır, dəliliyini edir. Gəlib Bəhmənlər burnuna dəyəndən sonra öyle bir sal qayalıqdır ki, o qayalığa dəyəndən sonra kürün köpü sənir.
dincir, quzulaşır. Kəsəməndən sonra, qıraq kəsəməndən sonra Dəli Kür ana kürdür. Ona görə şeir də var. Dəli Kürlə ana kürə sərhəd olan Kəsəmənim. Ramiz müəllim bir güləşçi kimi bunu Respublikamızda tanımayan yoxdur. Hələ gənc yaşlarından sərbəst güləşlə məşğul olan Ramiz Tağıyev 1966-cı ildə Azərbaycan və SSR-nin yeniyetmələr, gənclər və yaşlılar arasında yığma komandasının üzvü olur. 68-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olur. 72-də həmin institutu bitirir. Məhsul İdman Cəmiyyətinin baş məşqçisi vəzifəsinə təyin olunur. Bakıda 2 il işlədikdən sonra Qazaq rayonunda Uşaq Gənclər İdman Məktəbinə direktor təyin olunur. Ramiz Tağıyev dəfələrlə seri Ümumittifaq və beynəlxalq turnirlərin qalibi və mükafatçısı olur. 9 dəfə Respublika çempionu adını qazanıb. 2018-ci ildən təqaüddədir. Buna baxmayaraq, o yenə də yorulmadan məşqlər keçir, Azərbaycanı dünyada təmsil edəcək pəhləvanlar yetişdirir. Ramiz Tağıyev onu tanıyan insanların sevimlisidir. Azərbaycanda sərbəst güləşin inkişafındakı xidmətlərinə və 70 illik yubiley münasibəti ilə Qazaq Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin 10 may 2018-ci tarixi qərarı ilə Ramiz Tağıyev fəxri diplomla təltif olunub. Dediniz, mən Məmməd Araz mükafatı laureatıyam. Qızıl Qələm mükafatı laureatıyam. Əlbəttə, indi tamaşaçıların hamısı sizi tam tanımır. Nə mənada? Yəni qələm adamı kimi tanımır. Elə yeri gəldi bu sualı verdim. Ümumiyyətlə qələmlə güc, qələmlə əzələ həmişə çiyin olurlar, yanaşı addımlayıblar. Qələmin dediyi sözü güc həll eləyib, yaxud gücün elədiyini qələm vəsf eləyib. Bunlar iç-içə, çiyin-çiyinə yaşayıblar. Bəli, mən sizə deyim, qələm daha güclüdür. Məsələn, Firdovsinin Şahnaməsində orada Rüstəmzal adi pəhlivan olub. Ancaq Firdovsinin o qələmi, məsələn, indi Avropa, dünya olimpiya çempionları var. Ancaq tarixdə Rüstəmzalı əvəz eləyən yoxdur. Çünki onu Rüstəmzal eləyən Firdovsinin Şahnamədə onun qələmi eləyib. Qələmdən güclü heç nə yoxdur. Qələm, Səməd Vurğunun Göyəzən dağı var. Məsələn, Azərbaycanda bir çox böyük dağlar var. Süleyman Rüstəm, Rəsul Rıza, Mirzə İbrahimov, Süleyman Rəhimov Qazağa gəlir. Dəndə deyir ki, şair, gedək bir sənin Göyəzən dağına bir baxaq. Gəlib baxırlar, deyir, şair, bu tək dağdır, bundan hündür dağlar var. Deyir, oğul ona deyirəm ki, təpiyi dağ eləyər, dağı təpə yox. Yəni bizim göylərə baş çəkir Göyəzən dağı. Görürsən, qələm, ayın qabağı. Bu qələmə meyil hardandır sizdə? Mən Qazaxlı olasan, şeir deməyəsən, qələm əhli olmayasan, onda bu nə təlim? Olmadı, onda bu olmadı. Olmadı. Çünki buranın torpağı, buranın suyu, buranın havası yaradıcıdır. Məsələn, canlıları təbiət yetişdirir da. Haranın təbiəti güclüdür, oradan da çıxacaq da, olmalıdır. Təbiətin insana diktəsi var. Bəli, təsiri var. Birbaşa təsiri var. Rəhmətli Səməd Vurğun 70 illiyi idi. 1976-cı ildə Rəsul Sədəsov Qamzatov gəlmişdi. Bəxtiyar idi, Nəbi Xəzri idi, Yemilyan Bukov var, Moldovanın xalq şairi. O Səməd Vurğuna poema yazıb. Mən deyib fikrimdə tutmuşdum ki, 70 illi ilə əlaqədar mən Qazağa gedim, Səməd Vurğun. Mən deyib beynimdə nə tutmuşdum ki, Səməd Vurğun kimi şəxsiyyəti, təbiəti güclü olan yer yetirə bilər. Gələndə gördüm, bəli, inamım məni təsdiqlədi ki, ancaq Səməd Vurğun kimi şair, Vaqif kimi şair ancaq buradan çıxa bilər. Yaxşı ki, Qazağımızın fəxri Ramiz Tağıyevə ithaf olunur. Kişilər bu yoldan bir də keçəcək. Hər zülmət gecənin gündüzü varmış. Ölüm bəndəsini özü seçəcək. Hərənin qəbrinə bir izi varmış. Ölüb ölülərə qarışacaqlar.
durub dirilərə daş atacaqlar, kişinin görünü çatladacaqlar. Qəbrin də dərdlisi, dərdsizi varmış. İlanlar mələşir, ulduz görməmiş. Kişilər yaşayır, hələ ölməmiş. Çırmanırıq keçməyə çay gəlməmiş. Nə bilək dəryanın dənizi varmış. Torpağa səpilib bitən daşların, vətənin boyuna kəfən daşların, sayı çoxaldıqca vətəndaşların, vətəndə nə qədər fərsizi varmış. Rasimoğlu deyir sözü yaxşı ki, ayırır əyridən düzü yaxşı ki, kişilik axtarır gözü yaxşı ki, Qazağın Ramizi varmış. Mən uşaq idim, orta məktəbdə oxuyurdum. Allah rəhmət etsin, Məmmədəli Qazaxlı var idi, Paşa Kərimov var idi. Pəhlivanlar, hə? Pəhlivanlar. Bunlar tez-tez çıxışlar eləyirdi, Allah onlara rəhmət eləsin və bizdə həvəs yarandı. Onlar çox gözəl, dünya görmüş ağsaqqallar idi. O deyirdi, siqaret çəkənlərin yanına getməyin, pis yola, dərsinizi oxuyun, idmanla məşğul olun. Və idmanın pisi yoxdur. Kim hası idman növünə gedir, o yaxşıdır. Və ondan yarandı. Sonra da bizim rayona məşhur, gözəl güləşçi Sarı Əhmədov gəldi, sərbəst güləş bölməsinə. Getdik onun bölməsinə yazıldıq. O da bütün güləşin sirlərini bilirdi. Özü çox təmiz vicdanlı adam idi. Özü o bizi elə tərbiyə eləyib. Məsələ bizdə tamah yoxdur. Bizdə məsələ nə tərəddimi təmənnasız. O kişiyi bütün SSR-i tanıyır. Sarı Əhmədov Sarıonudub. Mən SSR birinciliklərində Aleksandr Medved, Əli Əliyev, Beryaşvili, Xoxaşvili, elə də İvaniçski zad, onlarla mən görüşəndə Zborn SSR-də deyirdim, mən Sarı Axmedovun tələbəsiyəm. Deyirdi, ooo! Tanıyırdılar. Bəli, ödə Karapeylər tanıyırdı onu. Hətta o Bakıda SSR birinciliklərində Zaqamadze vardı, çempion SSR. Onu Bakıda çistə qoydu. Sarı Əhmədov. Yəni Sarı Əhmədov məşhur güləşən, özü də çox təmiz adam idi. Həm əxlaqı təmiz adam idi, vicdanı təmiz adam idi. Məsələn, o adam valideynləri tanımırdı. Onda bəlkə nə qədər uşaq məşğul olurdu, o valideynləri tanımırdı. Yəni elə təmiz adamdı, elə vicdan adam idi. Xidmət edir. Bəli, xidmət edirdi. Sonra da mən getdim Bakıya, Bakıda Allah rəhmət eləsin, İbrahim Paşa Dadaşov, Emin Məcədov, Ramazanov. Bunlar nə gözəl adamlardı. Yaxşı məşqçidən yanından gedən sonra yaxşı məşqçilərə, Xudəvənd Kərim Allah, mənə yaxşı insanlar qismət elədi. Bəli. Orada da mən getdim güləşin sirlərini, İbrahim Paşa Dadov dünyada tanınmış adamdır. Getdim mən birdən biraz kətdən getmiş, rayondan getmiş uşaq, gedəndə nə gördüm yaxşı Dinamoda. İbrahim Paşa Dadaşov, Muxtar Dadaşov, Musa Babayev, SSR çempionları. Və orada mən Aydın İbrahimovu gördüm, Rəhim İsmailovu gördüm, Fazil Kamil Həsənovları gördüm, Rafiq Hacıyevi gördüm, Məmməd İbrahimovu gördüm, Yaqub Məmmədovu gördüm, Oqtay Hüseynovu gördüm. Mən gördüm, onlar mənə güləşin sirlərini öyrətdilər. Məsələ, nə gözəl kollektiv vardı. Bu saatda mən onlarla dostluq edirəm. Məmməd Tahir İbrahimov qardaşlarına, Yaqub Məmmədovla və Rafiq Hacıyevlə. Allah ölənlərə rəhmət eləsin. Sərbəst güləş Amerika güləşidir. O güləşin sirlərini bizə öyrədirdilər, həmin məşqçilər. Və Azərbaycanın sərbəst güləşinin banisi vardı, Rıza Baxşəliyev. O yarışlarda baş hakim olurdu. Nə gözəl insan idi. Yəni, xoşbəxtliyim ondadır ki, mən yaxşı məşqçilər, yaxşı insanlar əlinə düşdüm. Məni tərbiyə elədilər. Və mən orta məktəb müəllimələrinə, ölənlərə Allah rəhmət eləsin, məşqçilərə, ölənlərə Allah rəhmət eləsin, mənə yaxşı dərs keçdilər, öyrətdilər, tərbiyə elədilər. Və mən Qazağın ağsaqqalların dərdisini aldım, nənələrimin dərdisini aldım, Qazağın. Mən baş əyirəm Qazaq torpağının qarşısında, Azərbaycan qarşısında baş əyirəm, Türk dünyasına baş əyirəm. Hələ biz tələbə idik, Bakıda oxuyurduq institutda. Ramiz müəllim o vaxt deməli dünya şöhrətli bir güləşçi idi. Çünki mən oradan qibtə eləyirdik, həm də qibtə eləyirdik, həm də fəxr eləyirdik ki, bizim el-obadandır Ramiz müəllim. Sonra talib belə gətirdi ki, mən artıq indi daimi rayonda yaşadığım üçün və Ramiz müəllimlə biz yaxın olduq, dostluq elədik. Hal-hazırda da bu dostluğu davam eləyirik. Mən çox fəxr eləyirəm ki, mənim Ramiz müəllim kimi həm belə bir böyük şəxsiyyət, həm də gözəl bir dostum var.
Ramiz müəllimdə insanlıq çox böyükdür. Mən onu onda görürəm. Hamıya istəyir yaxşılıq olsun. Hamı istəyir yaxşı yaşasın, yaxşı dolansın. Bütün danışıqları da odur. Və Ramiz müəllimə mən heyrətlə qulaq asıram onun danışdıqlarına. O qədər tarixdən danışır, o qədər dünya görüşü böyükdür ki bu adamın. Elə bir, nə bilim, bir 100 yaşı var, bu hər şeyi görür. O ancaq savaddan asıldı və dünya görüşündən asıldı insanın. Çünki o vaxtı ilə güləşki olan vaxtı bütün dünyanı gəzir. Çox belə, biz deyirəm də, biz tələbələr Eloğlu kimi o ilə həmişə fəxr edirik. İndi talib belə gətirib ki, mən artıq Ağstafada yaşayıram və həftədə azı bir, 2-3 dəfə biz görüşürük, bir yerdə çörək kəsirik və söhbət eləyirik. Mən ondan çox şey öyrənirəm, baxmayaraq yaşda mən ondan böyüyəm. Amma Ramiz müəllim, yenə deyirəm də, elə bir ağsaqqaldır da belə, tutarlı ağsaqqaldır. Və insanlığı da ki, söz ola bilməz. İndi siz təsəvvür edin, həqiqətən görün, indi Ramiz müəllim bu vaxtında elə tələbələr, elə güləşçilər getirir ki, indi bu saat Azərbaycanın fəxridirlər. Azərbaycanı dünya ölkələrində tanıtdırırlar. Yəni, hardandır? Azərbaycandan. O, onun xidmətidir. Sağ olsun dövlətimiz də, prezidentimiz də prezident təqaüdü təsis elədi Ramiz müəllimə. Çünki Ramiz müəllim buna layiqdir. Çünki onun yetirmələri Azərbaycanın adını başqa ölkələrdə təqdim edib belə-elə. illik iş həyatı onun ömrünün ən unudulmaz həyat tarixçəsidir. Saysız, hesabsız pəhləvanların müəllimidir. Filanın qızıl medalına layiq görülən dünya şöhrətli pəhləvan, sərhədçi idman mərkəzinin rəis müavini, polkovnik Firdovsi Umudov Ramiz Tağıyevin tələbəsidir. Ramiz Tağıyevin yetirmələrinin uğurları 500 nəfər ustalığa namizəd və 1-ci dərəcəli idmançı, 100 nəfər SSR-nin və Azərbaycan Respublikasının idman ustası, 100 nəfərdən artıq yeniyetmə gənclər və yaşlılar arasında Respublika çempionu, 6 nəfər idman əlaçısı, 10 nəfərdən artıq SSR və Dünya Kubokunun qalibi, 10 nəfərdən çox Avropa və dünya birinciliklərində dəfələrlə 1, 2 və 3-cü yerin qalibləri, 10 nəfər Azərbaycan Respublikasının əməkdar məşqçisi, şöhrət ordeni, tərəqqi medalı almış yetirmələri var. Hörmətli Ramiz müəllimlə təkcə Qazax yox, bütöv Azərbaycan fəxr edir. Çox böyük ürəyiniz var. O şeyləri elə ürəkdən deyirsiniz ki, torpağa qarşı, insana qarşı münasibətlərini elə şirin deyirsən ki, o güclə, əzələ ilə ürəyin birliyidir. Belə bir məşhur Osman Sərbəlinin elə şəkili burada böyrümüzdədir, misrası var ki, güc aslanın biləyində, pəhlivanın dizindədir. Kim ki 100 il yaşamasa günah onun özündədir. Bəli. Pəhlivanın güc doğrudan dizindədir. Bəli, bunu necə açarsan, bax bunu. Mən onu deyim ki, diz ona görə o vaxtı aynalı olub. Məsələn, qurşaq tutanda dizə ayna bağlayıblar ki, kimin dizi yerə gəldi, ayna qırılanda o məğlub. Bəli, diz də güclü olmalıdır, bel də, qollar da. Məsələn, indiki idmanda, sərbəst güləşdə, məsələn, zəif tərəfin olmamalıdır. Təmiz hər tərəfin elə hazırlaşmalısan ki, bax görürsən, su gəlir, sel gəlir, hara zəif də orayı qırır. İdmanda da belədir, güləşəndə rəqib hiss eləyir sənin zəif tərəfi, səni manevr edir. Birinci 2-3 dəqiqəyi manevr edir səni. Görün, bunun ha tərəfi zəifdir. Yəni, elə hazırlaşmalısan. Oradan girim olur. Bəli, o saat hiss olunur. Ona görə də elə hazırlaşmalısan ki, rəqibə qalib gəlməlisən. Məsələn, elə eləməlisən ki, fiziki hazırlığı olanla nətər güləşdirər. Bir var taktiki ilə güləşmək, bir var texniki ilə güləşmək. Yəni, bunları idmançı, məşqçi bilməlidir. Özə məşqçi həkimliyi bilməlidir. Özə biz 3-cü kursa kimi
amidə nə keçilib, biz onu keçmişik. Məşqçi daxili orqanları bilməlidir, sümük bəsini bilməlidir, əzələ, vətər, sinir. Bunları bilməlidir. Çünki uşaqları məşqçi zədədən gözləməlidir, qorumalıdır, saxlamalıdır, zədə almamalıdır. O da nədir? Qızışdırıcı hərəkətlər eləməlisin. Və məşqçi, uşaq zal içəri girəndə zala məşqçi baxmalıdır. Görün, bu uşaq evdə problem varmı? Bu uşağın qidası nətəridir? Məsələn, onun problemi varsa da çağırıb psixoloji onu rahatlanmalısan. Bu nə yiyib gəlib? Onu yükləmək olmaz. Aslında bunu pitanya, potom dixanya. Bax, görürsən, yemək məhsulu. Bəli, bax, görürsən, deyir, bir tüküm halma dağ aşılar. Bəli. Bəli. Yəni, bu idmanda lazımdır, birinci şərtdir. Və idmançı bütün rejimə əməl eləməlidir. Yatmağıdır, yeməkdir, istər səhər yeməyidir, günorta yeməyidir, axşam yeməyidir. Adi boş gəzməməlidir, enerjisini sərf eləməməlidir, boş hədər. Onun hamısını enerji qoymalısan zalda, məşqlərdə. Yəni, mən onu deyim ki, sizə 77 yaşım var. Allah canını sağ eləsin. Hələ mən özümü gözəl, qəşəng, özüm gedirəm, gəlirəm, məşqlərdə oluram. Dünyada 200-dən artıq dövlət var. Məsələn, Qazaq yetirdiyi şəxsiyyətlər, idmançılar, məşqçilər o dövlətlərdə yoxdur. Bu da Qazaqın xoşbəxtliyidir ki, Qazaq dahilər yurdudur. Məsələn, mən Molla Pənah Vaqifdən deyim, Allah rəhmət etsin. Molla Pənah Vaqif Azərbaycan ədəbiyyatında, dilində müğənniləri ərəb fars dilindən qutardı. Məsələn, bəli. Məsələn, Aşıq Ələsgər, Molla Pənah Vaqifi dərindən öyrənib. Aşıq Ələsgər biraz da sadələşdirdi. Rəhmətli Səmətullah Vaqifi də oxuyub, Aşıq Ələsgər də Səmətullah nöqtə qoydu. Dil, uslub, tələffüz, sadə dil. Nənə də oxuyur, 7 yaşında uşaq da oxuyur, 100 yaşında qarı da. Ucalıq heç də hündürlüklə, boy, buxunla bağlı məsələ deyil. Bu, ümumiyyətlə, həyatda bütün uğurlar ruhu bağlılıqla bağlı məsələlərdir. Ruhu güclə bağlı məsələlər, fiziki güclə bağlı məsələlərdən çox ucadadır. Bax, bu ucalığı özündə əks edən, Qazağın yetirdiyi böyük oğullardan biri də Ramiz Tağıyevdir. Ramiz Tağıyev əslində pəhlivanlıq məktəbi yaradıbdır. Mən hətta deyərdim ki, pəhlivanlıq rəmzidir. Bu adam deməli, yetirmələri ilə birlikdə çox böyük uğurlara imza atıbdır. Qazaqda idmanın inkişafı naminə, Azərbaycan bayrağının daha yüksəklərdə dalğalanmağı naminə. Nəinki pəhlivanlıqdır, bütün sahələrdə əgər ruhun gücü olmasa, heç bir uğur qazanmaq mümkün deyil. Bax, Ramiz həmişə çalışır ki, Qazağın adına ucalıq gətirsin. Ona görə də bugün ucaların sırasındadır. Ramiz bu yaşda da bir gündə, bir saat da o gənclərsiz, gənc pəhlivanlardan ayrı nəfəs almır. Onun ömrü ömürlərə örnəkdir. Onun həyatı ümumiyyətlə bir dastan halındadır. Və bu dastanı vərəqlədikcə insan qürur duyur. İnsan qürur duyur ki, Ramiz Səməd Rumları yetirən, Osman Sarvərləri yetirən, İsmail Şıxları yetirən, Mehdi Hüseynləri yetirən bir torpaqdan məhz o kişilərə layiq adla, sanla meydana çıxmalıdır, ad qoymalıdır, iz qoymalıdır və bugün həmin adın, izin işığında Ramiz pəhlivanla kimi danışdırsanız, hamı qürur duyduğunu bildirir. Çox sağ olar pəhlivan. Pəhlivanın bax, bu cür ədəbiyyatı təhlil eləməsi, sözü sevməsi, dilə sayğı ilə yanaşması açıq ləzzət edirik. Adətən güc adamlarında bədii təfəkkür, vallahi belə eşitmişəm, bəlkə belə deyil, az olur. Ancaq maşallah siz elə fiziki gücünə, zehni gücü birləşdirməlisən. Birləşdirirsən. Nədir bunun sirri? Bizdə idmanda belə bir kəlam var. Dəli birini yıxar ağıllı yüzünü. Bax, fiziki yorğunluğunu oldu da,
fiziki yorulubsan da, fiziki yorğunluğu nə ilə çıxartılır? Zehni əməklə, kitab oxumalısan, kinoya getməlisən, teatra, dramaya baxmalısan. Çünki o andan uzaqlaşırsan, səndə bütün bədən istirahətə gedir. Və zehni yorğunluğu sən fiziki əməklə çıxartmalısan. Bunlar vəhdət təşkil edir bir-birinə, 50-nin 50-yədir. Yəni, insanın üç şey sağlam saxlayır. İnsan ki, istəyir, iynəyə, dərmənə düşməsin. İnsan sudur, təmiz qidə məhsuludur, bir də havadır. Tezdən durub gəzməlisən. Mən bu yaşda 8-10 kilometr hər gün gəzdirəm. Ay maşallah. Bəli. İnsana nə gəlir? Oturaq həyat tərzindən gəlir. Düzdür. Hərəkətdə olmalısan. Elədir. Bax, ingilislərdə bir məsəl var. İngilislər deyir, bir ingilis 20 kilometr gəzir, 20 kilometrdən sonra yıxılır, ayağı sürçür. Deyir, Allah, mənə qüvvə ver, 20 kilometrdə gəzim. Görürsən, ingilislərdə iri qarın, normadan artıq şey yoxdur onlar. Yox, sadəcə hündür boylu, boylu olurlar. Kürək. Bəli, o hamısı nədəndir? Piyada gəzmək, hərəkət eləmək. Yəni bu hərəkət. Onda qan yaxşı dövran edir. Mərkəzi sinir sistemi yaxşı işləyir, ürəyin fəaliyyəti yaxşı işləyir. Yəni insan özünə diqqət qayğı yetirməlidir. Ramiz müəllimlə uşaqlıq dövründən bir-birimizi tanıyırıq. O gözəl idmançıdır və gözəl idmançı olmağınla yanaşı gözəl də insandır. Mən Ramiz müəllimi həddindən artıq çox istəyirəm. O da sizi. O da məni və onun sevinci, mən elə bilirəm, öz sevincimdir. Ümumiyyətlə, biz bir gün bir-birimizi görməyəndə darıxırıq. Görüşəndə ancaq elə insanlıqdan, səmimi dostlarımızdan. Mən həmişə Allaha şükür edirəm ki, nə yaxşı həyatda Ramiz müəllim kimi insan var. Bu üç müşketör oturub burada. Və bu da Doktor Ramizin tərəfindən oldu, Manus müəllimlə məni yaxın eləmək və sonra belə bir şeirim də var. Dedim, könül içmə eşkin camını, bu gen dünya sənə dar olacaqdır. Dost oldun mu, zəhmətindən incimə, dost yolunda boran qar olacaqdır. Təki Ramiz müəllimin qulluğunda elə belə boran qar olsun. Bu yaxşı mənadadır, yəni. Ona görə bugün biz buradayıq. Ramiz müəllim ürəkdən bir daha təbrik edirəm, can sağlığı arzu edirəm. Hər iki Ramizlər mənim əziz dostum və qardaşlarım. Ramizlə mən 30 ilə yaxındır, dostluq edirəm. Ramizlə çox yaxınıyıq. Ramiz haqqında saatlarla danışa bilərəm. Doymaz adam. Ramiz çox maraqlı, hər tərəfli, universal bir insandır. Ramiz müəllim haqqında mən Ocaq qəzetində 7 dənə xüsusi buraxılış buraxmışım. 7 dənə. Ramiz müəllim haqqında xüsusi buraxılış buraxanda bizim məşhur güləşçimiz indi universitetdə, İdman Universitetində Güləş Kafedrasının müdürü Rafiq Əciyev, Avropa çempionu. Ramiz haqqında söhbət eləndə dedi ki, eyni çəkidə güləşmişik. Mənim döşəkdə rəqibim Ramiz müəllim olub. Həyatda ən sadiq dostum da Ramiz müəllimdir. Ramiz idmanla bərabər Azərbaycanın milli, etnik, mənəvi köklərinə aid bir çox söz, söhbətin, bilgilərin məzmunu cəmləşdirir özündə. Çox dərin yumoru var. Diqqətlə qulaq asanda həssas insan onun yumorunu çox yüksək qiymətləndirir. Sıradan kənarda qalan, necə gəldi yaşayan insanlarla bağlı özünə məxsus ifadələri var Ramiz Tağıyevin. Elə insanlar haqqında belə söyləyir. Doymuş məhlul, lişni inventar, Qazaq adına ləkə, tülkü yuvasından çıxmış tülkü. Bunlar hamısı Ramiz Tağıyevin koloritindən xəbər verir. Bayaq saydınız ki, tələbələrim, yetirmələrim olur. Onların sizi axtarıb tapmağı, sizə münasibəti, sizi yoluxmağı, sizə nə bilim tələbə şəhid qayğısı göstərməyi necədir? Razısanız mı? Mən
hamısına minnətdaram. Mənim əməyimi, zəhmətimi onlar qiymatlandırır. Bayramlarda, ad günündə, digər anlarda məşə zəng vururlar. Və məni belə gümrah saxlayan nə olub? Məni belə gümrah saxlayan mənim tələbələrim, yetirmələrim. Bir də mən Qazaq cəmaatının dərdisini alım. Mən üzümü, başımı təlaş elətdirəndə mən Fransanın ətrini vurmuram. Alergiya keçirdirəm. Mən görürəm Qazaqda süpürgəçi süpürür, mən gedib özümü Qazağın tozuna vururam. Onlar əhval rüyam yaxşı olur. Sevgiyə bax. Bəli. Sevgiyə bax. Bəli. Elə belə demirlər ki, Qazaq Azərbaycanın qərb zonasının qeyrət qapısıdır. Elə. Doğrudan da belədir. Qazaqdan gör, nə qədər mütəfəkkirlər çıxıb, nə qədər hər şeyin. Bax, xalq şairi Səməd Vurğundur. Xalq şairəsi Mirvari Dilbazidir. Xalq yazısı Mehdi Hüseyndir. İlk Samalya sürən Fəruq Qayıbovdur. Topun Allahı, Əlağa Şilinski. Bura dahilər yurdudur. Bizim ağzımız nədir? Biz idmanda nailiyyətləri əldə eləməyək. Niyə, nəyə görə? Onu qorunmayaq. Bəli, müqəddəs borcumuzdur. Məmməd Araz bir gözəl kəlam var, deyir, vətən mənə oğul desə nə dərdim? Mamur olub qayasında bitərdim. Bəli, torpaq üçün, millət üçün, qanımızı qoymaq, canımızı verməliyik. Kim nəyi başarır? Kimin qülbündən nə çıxır? Dövlətə, millətə, xəlqə qaytarmalıyıq. Müqəddəs borcumuzdur. Elə bir gözəl kəlam işlətdiniz, qeyrət məsələsi. Qeyrətli olmaq üçün mütləq fiziki gücüm olmalıdır, yoxsa daxili zənginliyin mi? Mən sizə bir dənə söz deyim, gənə idman nəzəriyyəsinə gedirəm, idman. Biləklə, kürəklə, peysərlə döy, ürəklədir, ürək. Gözəl. Ürək. Yəni, ürək olmalıdır. Hüseyin Arifin gözəl kəlamı var, deyir, eşq ilə yazıb yaradan kəsin adı Hüseyindir, özü ürəkdir. Gözəl. Nə sərras tutmuşsunuz, ey Allah. Və görürsən, Hüseyin Arif deyir ki, çınar tək böyümək istəyənləri paya tək səpərdə saxlamaq olmaz. İstedad lazımdır. Görürsən, vulkan nətər püskürüb çıxır. Çayır, ot, asfaltı, betonu dəlir. Təkcə şair yox, elə fiziki güc də, pəhlivan da, bəli, qeyri-adi istedaddır bunların hamısı. Hamısı. Biri sözdə, biri anadan gəlmə o şey üçün doğulasın. Özlə uşaq o vaxt sağlam olur ki, üzr istəyirəm mən buna, təbii doğuş, ana südü, əmən, uşaq, onun istedadı daha çox olur. Ramiz Tağıyev Qazağın kəndlərindən məcburi köçkün kimi rayon mərkəzinə pənah gətirənlərə, eləcə də Qərbi Azərbaycandan deportasiya edilib gələn ailələrin hamısına diqqət göstərməyə çalışır. Evsizləri lazımi məkana yerləşdirmək üçün üzərinə düşən işin öhdəsindən artıqlaması ilə gəlir. Sərhad rayonu olan Qazaqda güllə leysan kimi şıdırğı yağdığı vaxtlarda günahsız körpələrin cəbhə bölgəsindən çıxardılmasında, onların dinc şəraitdə yerləşdirilməsində Ramiz Tağıyevin əməyi ölçüyə gəlməzdi. Bu torpağın mayasında nə varsa, bilirsənmi nə insanlar yetirir? Düşməninə qanı duran oğullar, dost yoldaşa mehribanlar yetirir. Qazaq yetirir, yetirir. Qazaq yetirir, yetirir. Tarixlərdə övladları duyulur, ürəklərdə heykəlləri qoyulur. Şan şöhrəti bu dünyaya yayılır, Topallahı komandanlar yetirir. Qazaq yetirir, yetirir. Qazaq yetirir, yetirir. Vurğun kimi şairlərə anadır, Ramiz kimi pəhləvanlar yetirir. Bu torpağın mayasında nə varsa, bilirsənmi nə insanlar yetirir. Qazaq yetirir, yetirir. Qazaq yetirir, yetirir. Qazaq yetirir, yetirir. Qazaq yetirir, yetirir.